Hamıya salamlar olsun, hamınızı xoş gördük. Hələ ki uşaqlar evdədir, dedik dəyərləndirək bu neçə günü. Gedək, gəzək biraz, çünki uşaqlar məktəbə getdilərsə artıq heç yerə gedə bilmirik, ancaq ki elə məktəb, ev, dərs gedib gəzə bilmirik. Ona görə dedik bu bayram günlərində biraz gəzək. Fikirləşmişdik ki, gedək Göygölə, neçə gündə elə deyirdik gedək. Axır ki bugün hazırlaşdıq, gedək Göygölə. Amma yarı yolda fikrimizi dəyişdik, çünki uşaqlar narahat oldular. Həmişə Rəna narahat olurdu yola çıxanda. 1 yaşından artıq biz onu bildik ki, uzaq yola gedəndə Rəna narahat olur, ürəyi bulanır, özünü narahat hiss eləyir. Amma dərman vermişdim, ürək bulanmasına qarşı dərman vermişdim. Dedim ki, inşallah düzələr, çünki Bakıya gedəndə vermişdim, çox rahat getdik, gəldik. Heç də narahat olmadı. Ona görə dedim, indi inşallah Göygölə də gedəndə narahat olmaz. Amma yenə də dərman da versəm, yolun yarısında artıq narahat oldu. Və Sara da onun kimi olubdu. Artıq neçə aydır Sara da uzun yola çıxanda narahat olur, ürəyi bulanır. Ona görə yarı yoldan fikrimizi dəyişdik. Dedik, gedək Toğanaya. Çünki Göygölə qalxsaq, uşaqlar lap narahat olacaqdılar. Gedib orada istirahət eləyə bilməyəcəkdik. Ona görə elə döndük, Toğanaya getdik. Orada da getdik, oturduq biraz. İstirahət elədik, dincəldik. Düzdür, uşaqlarla nə qədər dincələ bildiksə, o qədər dincəldik. Beləcə uşaqlar da oynadılar, biraz havalarını dəyişdilər. Amma onu deyim ki, çox soyuq idi. Yəni şəhərdə, Göygöl şəhərində belə soyuq hava yoxdur. Amma ki elə ki qalxdıq yuxarıya Toğanaya, orada çox soyuq idi, hava çox. Yəni mən əslində belə soyuq havalarda bu tərəflərə çox gəlməmişdim, çoxdan gəlmişdim. Elə ona görə deyirdim ki, gedim Göygölüdə bir belə soyuq aylarda getməmişəm, gedib Göygölüdə görərdim. Həmişə iyun, iyul, avqust ayında getmişəm, isti havalarda, soyuq hava aylarda getməmişəm. Deyirdim bir gedib Göygölüdə soyuq aylarda görərdim, amma heyf, uşaqlara görə gedə bilmədik, narahat oldular. Amma Toğana da çox soyuq idi, belə gün çıxmağına baxmayaraq hava çox soyuq idi. Həm də yaydakı kimi mənzərəli deyil idi. Yayda hər yer yaşıl olur, qəşəng mənzərəli olur. Adamlar çox olur, hamı uşaqlar oynayırlar, maraqlı olur. Amma indi heç kim yox idi, bir dənə təkcə biz idik. Və belə hər yer ağaclarda yarpaq yox idi, maraqsız idi. Amma yenə də uşaqlar əsas odur ki, əyləndilər, istirahət elədilər, dincəldilər. Məliş dur Məli. Və artıq evə qayıdırıq. Saat artıq günorta 2 idi. Qayıdırdıq evə. Saranın yatmaq vaxtı idi. Dedim bəlkə də maşında yatar. Soskasını da verdim, uzandı, amma yatmadı. Elə yaxşı ki də yatmadı. Yatsaydı biraz yatacaq idi. Evə gedəndə oyanacaq idi, sonra narahat olacaq idi. Burada Kəpəz dağını sizə çəkirəm. Yəni yəqin ki bunu görməyən insan yoxdur. Hamı görüb bu dağı. Hər dəfə görəndə elə xoşum gəlir o dağdan. Hər dəfə istəyərəm ki, elə saatlarla oturub o dağa baxım. Ona görə çəkdim, görən kimi. Sonra evə gələndən sonra samavar çay elədik. Yoldaşım dedi, samavar çay eləyim. Elə bir, hələ də o abu-hava bizdə qalmışdı, o Toğanın abu-havası. Dedi, samavar çay eləyək, oturaq evdə içək. Saranda yatırdım. Ona görə rahat çəkə bilirəm. Düşdüm həyətə. Sonra çay hazır olana kimi dedim, stolun üstünü hazırlayım. Oturaq, sakit, çayımızı içək. Sara yatanda mən də rahat oluram, rahat işlərimi görürəm. Oturub çayımı rahat içə bilirəm, yeməyimi rahat yeyə bilirəm. Sara oyaqdırsa, elə deyirəm ki, yox, içməyim, heç nə olmaz. O yatanda içərəm, çünki onunla alınmır içmək. Əlimə nə alıram, gəlir qənd istəyir, qənd yemək istəyir, ya konfetdir, mürəbbədir, hər şeydən istəyir. Hər yerə dağıdır, yaxır. Ona görə elə deyirəm ki, o yatanda mən yeyim, içim ki, heç olmasa biraz rahat olum. Və qızlarla oturduq, özümüzə çay süzdük, stolun üstünü hazırladıq.
Oturduq samavar çayından içdik. Bu günümüz də belə oldu. İnşallah görək sabah nə edirik ki. Amma sabah artıq istəyirəm qaydaq həmişəki ev günlərimizə. Çünki neçə gündür artıq evləri də elə yığışdıra bilmirəm, təmizləyə bilmirəm. İstəyirəm sabahdan artıq başlayım. Evləri yenə təmizləyim. Dibdən hər şeyi öz yerinə qoyum. Bayramda da boş qablar çıxartmışdım. Onları yerinə qoyum. Və uşaqlar da artıq başlasınlar dərslərinə. Dərslərini düzdür eləyirdilər, hazırlığa da gedirlər artıq, dərslərini də eləyirlər. Amma yenə də istəyirəm daha çox eləsinlər ki, artıq elə bir o rejimə qayıtsınlar. Çünki çox belə şey oldular da, neçə gündə evdədirlər, dərs eləmirdilər, bayram, əylənirdilər ancaq. Ona görə dedim, artıq qaydaq əvvəlki rejimimizə ki, məktəbdə başlayanda uşaqlar üçün çətin olmasın, dərsə getmək, dərs eləmək çətin olmasın. Məlikə artıq vurma cədvəlini keçiblər. İndi müəlliməsi dedi, bayramdan sonra bölməni keçəcəklər. Ona görə dedim, otursun, vurmanı daha yaxşı öyrənsin, təkrarlasın ki, bölməni də keçəndə ona çətin olmasın. Rənadla da gərək çoxlu monitorinq testləri eləyək. Kitabçanı almışıq, suallar, monitorinq sualları. Onlar gərək eləyək ki, inşallah mayda imtahanı olmalıdır. Orada imtahandan İnşallah ki, yaxşı verib keçər. Ona görə gərək çoxlu ondan hazırlaşım, çoxlu suallar eləyək ki, imtahanda da ona çətin olmasın. Və biz burada qızlarla oturduq, çayımızı içdik rahat. Elə içib qutarmışdıq ki, Sara, balaca qızım oyandı, gəldi. O da artıq stolun üstündə şokoladı gördü, peçenləri gördü və biz gizlədə bilmədik. Ona görə o da şokoladdan yedi. Əslində peçeniya yeməkdən narazı deyiləm, amma şokolad çox yeyir, qənd çox yeyir, onu istəmirəm çox yesin ki, dişinə ziyan olar, ona görə. Beləcə o da gəldi, şokoladdan yedi, çayından içdi, bizlə bir yerdə oturdu. Vlogu izlədiyiniz üçün çox sağ olun. İnşallah gələn vloqlarda görüşərik. Çox sağ olun.